Kimin səhvidir? Sabit dərsə qulaq as. Sən testə baxa bilmirsən. Telefon verin də ona. 105-də. Deməli, policeman təkdədir. Təklə kişi cinsi he olacaq. D qalır, E qalır. İkinci tərəfdə arrested, həbs edildi, həbs etdi. Xəbər gəlib, xəbərdən sonra obyekt gələcəkdir və oğru təkdədir. Cəmdə olsaydı F, V-yə çevrilib S qəbul eləmiş olardı, yəni ES. E variantı da gedir, qaldı cavabım D variantı. Sonra 123 var. 111. 108. 107. Polis cəmdədir, A gedir, E gedir. Waiter, bəli, xəbərdən sonra gəlib obyekt olmalıdır və kişi cinsi B variantı him. Bəli, sonra 110-a qədər varmı? 108. Bəli, və xəbərdən sonra gəlibdir, obyekt olacaq B variantı. 111-ə qədər başqa var? 117-yə qədər başqa var? 111. 110. Deməli, Mary, apostrof S. Deməli, mən nə yazmalıyam bura? Yəli əvəzliyi yazmalıyam. Və yanında da parents var, isimlidir. İsimli yəlik olmalıdır. Qadın cinsi isimli yəlik. A qalır, C qalır. Polis də cəmdədir. Xəbərdən sonra gəlibdir. Dem olacaq C variantı. 111 dediniz. 111-də after. Deməli, C görmək feilindən sonra obyekt gələcək. 3-də he getdi, 5-də we getdi. Qaldı 1, 2, 4. İndi baxıram nəyə? 2-də my yəli əvəzliyidir. Özündən sonra isim gəlməlidir. 2 səhvdir. Qalır 1 ilə 4. B variantı. Yəqin ki, E yazmısınız. 120-yə qədər var. 123 var. 113. 113. Told, we told, xəbər gəlibdir. Obyekt gəlib. Fikir ver, told, not to go. Bu quruluş nədir uşaqlar? Told, aha, iki feilin arasında. Deməli, bu nədir? Hansı qaydadır bu keçmişik? Özdə told, tolddan sonra feil to ilə gəlib. Bu hansı qaydadır? Complex object qaydasıdır və told da 3-cü qrupdur. Çünki to gəlib özündən sonra. Deməli, iki feilin arasında obyekt hal gəlməlidir. A gedir, B gedir. İkinci tərəfə baxıram. Söz önü gəlibdir to. Söz önündən sonra obyekt gələr, C gedir. E variantında our nə deməkdir? Bizim yəli əvəzliyidir. Özündən sonra isim istəyir. Qalır cavabım D variantı. Sonra sözü gələndə zis olur zaten. hansı? Van sözü gələndə. Van təkdir. Yox, başqa şeyə baxmalıyıq. Ya testi denən elə baxaq da. 197. Aha, 120-yə qədər. 122. A cousin of. Baxın, bunu bayaq da səhv yazmışdı uşaqlar. Uşaqlar, orada work abroad xaricdə işləmək deməkdir. Xəbər gəlibdir. Yəni, o isim deyil ki, siz isimli yəlik götürəsiniz. C gedir, B gedir, E gedir, D gedir. Qalır A variantı. A cousin of mine. Nöqtədən sonra isim yoxdur. Deyə bilərsiniz, bəlkə əsər mənasındadır, cəmlənib isimdir. Axı, onda da cümlənin xəbəri olmur. Demək, work cümlənin xəbəridir, feildir, işləmək deməkdir. 130-a qədər var. 125 var. 123, 125. Bu bayaq da var idi. Deməli, a book of. İkinci tərəfdə isim yoxdur. İsimsiz verəcəm. B gedir, E gedir. Sonra ikinci tərəfdə never got back, qaytarmayıbdır deyir. Söhbət Adəm qulaq as. E-book bir kitabdan getdiyinə görə cansız təkdədir, it olacaq C variantı. 125-də nöqtələrdən sonra eyes gözlər gəlibdir. İsimli yiyəlikdir. C-dır, E gedir. Uşaqlar baxır orada gözlər sözünə, ona görə deyir götürür. Əgər gözlərin rəngi desəydi, onların rəngi mənasında gözlər sözünə mən əvəzlik verəsi olsaydım, amma deyir ki, pişik öz gözlərini yumdu. Pişik də təkdə, bağladı. Pişik də təkdədir, təkdirsə its olacaqdır. Əgər pişiklər olsaydı, deyir olardı. 130-a qədər başqa var. 127.
127-də teacher told, yenə to do, iki feilin arasında və ya xəbərdən sonra obyekt deyəcəm. C variantı getdi. İkinci tərəfdə homework nə deməkdir? Ev tapşırığı. Harda əzbərləmişdik bunu? Sayılmayanlarda. Özündən sonra isim istəyər. A variantı theirs çıxdım. E variantı ours çıxdım. Homework sayılmayandır və sayılmayanlar həmişə nədədir? Təkdədir. B variantında those getdi. Qaldı cavabım D variantı. 130-a qədər başqa var? Xeyr. 139-a qədər var? 137. Deməli, baxıram ki, nöqtələrdən sonra isim yoxdur. Mənə isimsiz lazımdır. My getdi, our getdi. 2, 3, 5 qalacaqdır. D variantı. Sonra 140. 140-a baxaq görək nədir? Deməli, listen to söz önü gəlibdir. Söz önündən sonra obyekt olar. D variantı getdi. Hour'dan sonra isim gələr. C variantı getdi. İkinci tərəfdə yenə to söz önü gəlibdir. Obyekt olar. A variantı. Bir saniyə qaydım görüm E niyə olmur. Deyir ki, deməli çıxmışdıq C-ni, D-ni, B-ni çıxmışdıq. A qaldı. Deməli 140-da to söz önü gəlmişdi. C variantı isim istəyir. D variantı çıxır. İkinci tərəfdə yenə söz önü var. B variantında he çıxır. A qalır, E qalır. A variantı doğru cavabdır. Deyirsiniz ki, E niyə olmaz? He never listened to us. O heç vaxt deyir bizə qulaq asmır. When we gave advice, biz məsləhət verəndə, his onunkuna deyəndə olmur axı. Deyirik ona məsləhət verəndə. Məna düzgün gəlmir. Yəni ola bilər, quruluş baxımından axırda gəlibdir. İsimsiz də verə bilərəm, obyekt də verə bilərəm, amma görüm məna ödəyirmi, tərcüməsi düz alınırmı? Yəni sırf quruluşa görə vermək olmaz. Sonra 141-də nöqtələrdən əvvəl result gəlibdir. Result cansızdır, təkdədir. Xeyr, oflu birləşmədir deyə ofdan əvvələ baxıram. It olacaq. A gedir, C gedir, E gedir. B və D variantı qalır. İkinci tərəfdə də by söz önündən sonra gəlib. Obyekt gələcəkdir. B variantı olacaq. Sonra 147. Nöqtələrdən sonra news, yəqin cəm götürmüsən. News xəbər deməkdir, sayılmayandır. A gedir, D gedir. Heard eşitməkdir, onu eşidirik. Xəbər təkdədir, təkin obyekti B variantı. It olacaqdır. Cansız təkdə olarsa itdir. Xəbər sayılmayandır. Sonra 157-yə qədər var. 151, 152. 151. 159-da nöqtələrdən sonra brother, qardaş gəlib. B variantı getdi. İkinci tərəfdə də baxırsınız, nöqtədən sonra isim yoxdur. Deməli, ikinci tərəfli isimsiz olacaqdır. D variantı. S-li olan. Sonra 163. 67. Deməli, you should be ashamed of. You-ya qayıdış verəcəm. Yourself, yourselves. A gedir, B gedir. İkinci tərəfdə də lie, yalan gəlibdir. Yalan da təkdədir. D variantı olacaqdır. Deməli, cümlə xəbərlə başlayıbdır. Deməli, bu əmr cümləsidir. Əmr cümləsində yourself olar, yourselves olar. A gedir, B gedir. İkinci tərəfdə problems gəlibdir, cəmdədir. C variantı olacaqdır. 171. Nöqtələr, iki nöqtədən sonra da isim yoxdur. İkisi də isimsiz olacaqdır. İkisi də isimsiz olan B variantıdır. 174. My grandfather has built this house. Orada has da birbaşa participle to gəlibdir. Ona da fikir verin. Has built, is built-in qısaldılmışı deyil. Is built olsa məchul olardı. Tamamlığı var axı. Həm də babam tikibdi deyir evi. Baba, grandfather, kişi cinsi A variantı himself. 76. My friend. My friend-ə qayıdış verirəm. She də ola bilər, her də ola bilər.
he də ola bilər. A gedir, D gedir, B gedir. İkinci cümləni boşuna verməyibdi. He's good at painting. He deyibdisə, deməli himself olacaq. Dostum oğlandı, E variantı. Sonra 183. Adəm, sən dedin birdən yazmışam. Var səhvlərin. De görək. Baxın 15-ə. Hə, 15-i bax sizə demişdim. Deməli, bu nöqtələrdən 15-də əm var axı. Xəbərlə uzlaşan E variantı. Ayda əm olur. He, she, it-də is olur. We, you, they-də də are olur. Sonra 23-ə qədər nə? 24-də nöqtələrdən sonra book gəlibdir. İsimdir. Bəli, A variantı isimsizdir. E variantı mine isimsizdir. Yenə ikinci tərəfdə qulaq asın. İkinci tərəfdə yenə isim var. C variantında yours gedir. B variantında mine gedir. Qalır cavabım D variantı. Sonra varmı? 44. 44-də nöqtələrdən sonra books gəlibdir, isimdir. A variantı, B variantı özündən sonra isim istəmir. İkinci tərəfdə yenə isim yoxdur, olur C variantı. Birinci tərəf isimli, ikinci tərəf isimsiz. 54-də. Deməli, ar gördüm, cəm lazımdır. 2 çıxdı, zətlərim getdi. İkinci tərəfdə də nöqtələrdən sonra isim yoxdur. 3-də your gedir, 5-də my gedir. Qaldı 1 ilə 4 E variantı. 87. Bəli, trousers cəmdədir. A gedir, D gedir. I like, bəyəndim deyir. Bura obyekt verməliyəm. Nəyi bəyənibdir? Şalvar. Şalvar da cəmdədir. Cəmin obyekti E variantı olacaqdır. Sonra bitti. Nədir? Modelləri yoxlayaq, bəli.